Hafiz Abdurrahmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. Azərbaycan ordusunun kapitanı olan Hafiz Abdurrahmanov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Hafiz Abdurrahmanov noyabrın 2-sində Ağdərə döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Hafiz Abdurrahmanov ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.